Başlayan ilk sualdan hansı təkliflər doğru deyil? Deməli bizə lazımdır səhv olan, səhv axtarırıq biz. Deməli nə etməliyik? Bir-bir sualların şərtlərini analiz eləyək. Deyir 2 natural ədədin cəmi natural ədəddir. Bu normal haldır, yəni doğrudur. İstənilən bir natural ədədləri toplasanız cəmi də natural olacaq, başqa bir hal yoxdur. Bu doğrudur. Gəldim ikinciyə. Fərqi natural ədəddir deyirsə, bu artıq konkret bir şey deyir bizə. Natural ədəddir, yox, natural ədəd ola bilər. Məsələn, mən 4-dən 5 götürürəm. 5-dən 4 çıxa bilərəm, hə, bu 1 qaldı. Amma 4-dən 5-in çıxanda mənfi 1 qalacaq. Deməli, bu hal doğru ola da bilər, olmaya da bilər. Ona görə konkret deyil, yəni bu səhvdir. Ədəddir, yox, ədəd ola bilər deməli idi sonda. Nisbət də eyni şəkildə bölmə deməkdir. Məsəl üçün, mən 4-ü 2-yə bölə bilərəm, amma 2-ni 4-ə böləndə natural qalmayacaq. Ona görə nisbəti də natural ədəd ola bilər sözü doğru olardı, amma natural ədəddir desə doğru deyil. Hasili natural ədəddir, bəli, bu doğrudur. Deməli, yanlışlar lazım idi bizə, doğru deyirlər. Olacaq onda 2 ilə 3, yəni B variantı. Sual 2-də. Ədədində neçə onluq var deyir. Onluq o deməkdir ki 10. Yəni sonda bir sıfır var deyə bir rəqəmi atmalıyam. Atdım bir rəqəmi, qaldı 2365 D variantı. Gəldik sual 3-cüyə. Elə bayaqlar sınağın içində bu da var idi. Deməli əvvəlcə bu təklik, bu onluq, bunun açılışını yazsaq. 10A üzərinə gəlinsin B bərabərdir A plus 8B. 10A'dan 1 A'nı çıxanda 9A qalır. 8B'dən 1 B'ni çıxanda 7B qalır. Deməli, A-nın qiyməti 7-dir, B-nin qiyməti 9-dur. Bunların cəmini soruşur, olacaq 16. N-in bütün natural qiymətlərində tək olsun. Bütün nə deməkdir? Yəni, bunun yerinə mən tək də yaza bilərəm, cüt də yaza bilərəm. Yəni, hər iki halda natural verməlidir bizə. Gətirən variantlarda N-in yerinə 1 yazıram. Və axırda tək almalıyam, unutmayaq bunda. Birincidə 1 yazanda 1 üzərinə gəl 2, 3 eləyəcək. Bu doğrudur. Gəlin 2 yazalım. 2-nin kvadratı 4. Bu da 4. Bu olmaz. Çünki bir dəfə tək, bir dəfə cüt verdi. Olmaz. Gəlirəm indi C variantına. N-in yerinə 1 yazsam, bu 1 eləyəcək. 1-in üzərinə 3 gələni 4 eləyəcək. Bu cüt oldu. Heç buna baxmıram. Sonda burada 1 yazıram, 1 yazıram, 6. Bunların cəmi mənə verəcək 8. Deməli, buna da baxmayacam. Baxıram nəyə? D variantına baxıram. 1 yazanda 4 üzərinə gəl, 4 üzərinə gəl 1 eləyəcək 9. 2 yazanda 2-nin kvadratı 4, 4-ə vuranda 16, 4-ü 2-yə vuranda 8, üzərinə 1 gələndə 25. Hər iki halda tək alınan D variantı oldu. Sonra 3 ardıcıl cüt natural ədədin cəmi 372 olarsa ən kiçik ədədi tapın. Ardıcıl cüt deyir uşaqlar. Və cüt söhbətinə demişdik ki, birinci olacaq 2n, ikinci olacaq 2n plus 2, üçüncü olacaq 2n plus 4. Bunların toplayanda 6n plus 6 eləyəcək. Deyir ki, bunların cəmi bərabər olmalıdır 372. Onda biz tənliyi həll etsək, yazarıq ki, 6n plus 6 bərabərdir 372. Buradan tənliyimi həll etsəm, sağa keçirəndə 6-nı olacaq onda 6n bərabərdir 366. N də bərabər oldu. 366-nı 6-ya böləndə 61 qaldı. Məndən ən kiçik ədədi soruşduğuna görə elə 61-i gətirib 2-yə vuracam. 61-i 2-yə vuranda 122 oldu B variantı. Sonra deyir ki, 6-cı sualda 3-ə tam bölünür. 3-ə bölünmə əlaməti rəqəmləri cəmidir. Deməli, mən əvvəlcə bunun rəqəmlərini toplayıram. 1, 0, 2, 3, 4-ü toplayanda eləyəcək neçə? 7, 9, bir də orada 10. Onun üzərinə x-i gələndə 3-ə bölünməlidir. İndi 10-un üzərinə 2 gəlsəm 12 eləyəcək, 5 gəlsəm 15 eləyəcək, 8 gəlsəm 18 eləyəcək, 3-ə bölünəcək. Və bizə lazımdır bu ədədlərin qiymətləri cəmi. Bunları da toplayanda 15 eləyəcək. Oldu Y variantı. Sonra natural ədəd soruşur bu aralıqda. Natural ədədlər deyəndə mənfiyə baxmaq lazım deyil. 1-dən 11-ə qədər 10 dənə var. 11 daxil deyil. Əgər transkripsiya olsaydı, burada 11-i daxil eləyər, 11-dən sayı götürərdik. Amma burada 11-ə qədər 10 dənə natural ədəd var. 96-nın neçə sayda vuruqlarını tapaq, neçədən olduğunu. 96-nın vuruqlarına ayırsaq, 2-yə böldük 48, 2-yə böldük 24, 2-yə böləndə 12, 2-yə böləndə 6, 6-nı 2-yə böləndə 3, 3-ü 3-ə böləndə 1. Sayda vuruq deyəndə hamısı nə qədərdir? 1, 2, 3, 4, 5, 6 dənə. Olacaq onda D variantı. Bunu sileyim, aşağıdakı misala qarışmasın. Bu belə. Sonra keçək digər tərəfə.
Deyir ki, hansı hasil müəyyən ədədin sadə vuruqlarına ayrılışıdır. Və cümlədən tutmaq olur ki, sadə vuruq deyir. Sadə ədədləri tapmalıyam mən. 9 sadə deyil, 9 sadə deyil, 15 sadə deyil, 9 sadə deyil. Qalacaq onda C variant. Doğrudan da baxıram 2 sadədir, 5 sadədir, 7 sadədir, 11 sadədir. Hansılar qarşılıqlı sadədir? Qarşılıqlı sadə nə idi? Demişdik ki, ortaq bölənləri 1 olmalıdır. 1 ilə istənilən ədəd qarşılıqlı sadədir. Yəni birinci doğrudur. Bu da doğrudur. Ardıcıl cüt ədədlər olmaz. Və bunu atıram. Ümumiyyətlə cüt ədədlər bir-birindən qarşılıqlı sadə olmurlar. 17, 19 ardıcıl tək ədədlərdir, qarşılıqlı sadədirlər. 18, 19 ardıcıl ədədlərdir, qarşılıqlı sadə. Deməli 4 dənəsi qarşılıqlı sadə oldular. Əbobu hesablayındır. Əbobu hesablama qaydasını biz neçə soldan gedə bilərik. Əvvəlcə baxıram nəyə? Hər ikisi bunları 25-ə bölünürsə, deməli əbob 25-dir. Belə şifahi tapmaq olar. Yox, əgər biraz da şifahi tapa bilməyənlər üçün desək, əvvəlcə hər ikisini vuruqlarına ayırırıq. 50-ni vuruqlarına ayırsaq 2-yə böldük 25, 5-ə böldüm 5, 5-i 5-ə böldüm 1. 75-i vuruqlarına ayırsaq 3-ə böləndə 25, 3-ə böləndə 5-ə böləndə 5, 5-i də 5-ə böləndə 1. Hər ikisində ortaq vuruqlara baxsam, hər ikisində ortaq 5, 5, 5, 5. Deməli, ortaq vuruqlarımız 5 vur 5 oldu. Deməli, əbobumuz 25-ə bərabərdir. Sonra bunu silim. Təbii oldu 25. Yenə əkobu hesablayın deyir. Burada uşaqlar, əgər 2 dənə versə, biri digərinin böləni olarsa, 720 120-yə bölünür. Alt dəfə düşür. Deməli, elə 720 120-yə bölünürsə, əkob bunun özüdür. 720-nin özü elə əkobdur. Olacaq onda D variantı. Sual 13-də. Deyir ki, A və B natural ədədləri üçün əbobu verir bizə 30. Ortaq olmayan sadə qrupların hasili, yəni C. C bərabərdir 6-dır. Əbob da bərabərdir 30-dur. Əkobu soruşur. Bizim belə düstur var. Əkob bölünsün əbob bərabərdir C-yə. Gətirin qiymətləri yerinə yazın. Baxın, əkobun qiyməti yoxdur. X yazıram. Əbobun qiyməti 30-dur. C-nin qiyməti də 6-dır. X-i tapmaq üçün çarpaz. 30-u vurmalıyam 6-ya. Olacaq 180. Deməli, düzgün cavabımız olacaq onda 180, yəni C variantı. Sonra gəldik bura. Əbobu soruşur. Əbob deyəndə bizim uşaqlar düsturumuz var idi ki, əbobla bağlı bayaqlarda qeyd elədik. Əbob deyəndə kök altında AB-ni C-yə bölməliyəm. Əkob deyəndə AB-ni C-yə vurmalıyam. Yəni, onda mən 4032-ni bölməliyəm nəyə? 7-yə. Görək necə düşəcək. 40-ın içərisində 7, 5 dəfə 576 düşəcək. Bu da nəyin kvadratıdır? 24-ün kvadratı. Olacaq onda D variantı. Sonra 180-in natural bölənlərinin sayını tapın. 180-i sadə vuruqlarına ayırsaq, burada ayrım elə. 180-in sadə vuruqlarına ayıranda 2-yə böldüm 90. 2-yə böldüm 45. 3-ə böldüm 15. 3-ə böldüm 5. 5-i 5-ə böldüm 1. 2-dən 2 dənədir. 3-dən də 2 dənədir. 5-dən isə 1 dənədir. Natural bölənlərin sayı deyəndə qüvvətləri nə edirdik? Bir-bir artırırdıq. 2 də üzərinə 1 gələndə 3. 2 də üzərinə 1 gələndə 3. 1 də üzərinə 1 gələndə 2. Bunları da hasil edəcək 18, yəni C variantı. 12-dən kiçik, 12 ilə qarşılıqlı sadə neçə natural ədəd var? Bunun düsturu var, uşaqlar. B bərabərdir. A vurulsun, 1 çıxılsın 1 böl A, 1 çıxılsın 1 bölünsün B. Vuruqlar nə qədər olsa o qədər düstur davam eləyəcək. Əvvəlcə 12-ni sadə vuruqlarına ayırırıq. 12-ni vuruqlara ayıranda 2-yə böldüm 6, 2-yə böldüm 3, 3-ə böldüm 1. Hər vuruqdan təbii ki, birini götürürəm. Bir dənə 2 götürürəm, bir dənə də 3 götürürəm. Onda yazıram P bərabərdir. 12 vurulsun. 1 çıxılsın 2-də 1 və 1 çıxılsın 3-də 1. Bu da eləyəcək 12 vurulsun 2-də 1 vurulsun 3-də 2. Alındı buradan 2-ləri atsam 12-ni 3-ə böləndə 4. Deməli 12-dən kiçik 12 ilə qarşılıqlı sadə olan 4 dənə ədəd var. Gəldik sual 17-yə. Burada nə deyir? N-in neçə natural qiymətində ifadənin qiyməti natural ədəddir. Uşaqlar, bunu ayrı-ayrı kəsrlərdə yazsam, 2N-i N-ə böləndə düşəcək 2, 15-i N-ə bölürəm, 15 böl N. Hə, natural olmaq üçün 15 bu ədədə tam bölünməlidir. 15 nəyə bölünür? 15-in bölündüyü ədədlər hansılardır?
15 deməli bölünür 1-ə, 3-ə, 5-ə və 15-ə. Deməli bunun 4 dənə böləni var. Oldu cavab C variantı. Gəldik sual 18-ə. Deyir ki, burada ədədi 30-a böləndə qalıqda 17 alınır. Bu ədədin 6-ya bölünməsi hansı qalığı tapın. Elə birbaşa götürürəm bu 17-ni, bölürəm bu 6-ya. 17 böl 6. 2 dəfə 6, 12. Qalıq qaldı burada 5. Oldu A variantı. Baxıram indi bura. EBOB 6x ilə 4x 20-yə bərabərsə x tapın. Uşaqlar, burada hər ikisində ortaq nə var? Hər ikisi həm 2-yə bölünür, həm də x-ə bölünür. Deməli, mən 2-ni və x-i mötərizənin xaricinə çıxardıram. Qalır burada EBOB. 2x-ə böləndə burada 2 qalır, burada isə 3 qalır. Bərabərdir 20-yə. Baxıram, bu 2 ilə 3-ün EBOB bizə 1 verdiyinə görə bunu atıram. Qaldı onda burada 2x bərabərdir 20-yə, x də bərabər oldu 10-a. Deməli, düzgün cavab olacaq 10. A ilə B-nin cəmin ən kiçik qiymətini tapın deyir. Burada bir neçə hal var. Birinci, bizə hansı ədədlərin əkobu 15 verə bilər? Deməli, bu ədədlər 1 və 15 ola bilər. Əkobları 15 eləyən. Ya da 15 ilə 15 ola bilər. Məndən ən kiçik soruşduğuna görə mən 1 ilə 15-i götürürəm. Bunların cəmini soruşur, eləyəcək 16. Bir də bir hal qaldı da 3 ilə 5 də var. 3 ilə 5 də ola bilər. Əkobu 3 ilə 5-in 15 eləyəcək. Deməli, bizə hansı hal lazımdır? Ən kiçik rəqəmlərini toplamaq lazımdır. A ilə B-ni. Yəni 3 ilə 5-i toplayacağım. Olacaq neçə? 8. Oldu düzgün cavab onda Y variantı. Gəldik sual 21-ə. Buradan baxıram ki, A-nın qiyməti 5-ə bərabərdir. B-nin qiyməti isə 3-ə bərabərdir. Deməli, yazıram A bərabərdir 5x, B də bərabərdir 3x. Gətirib burada yerinə yazsaq, EBOB EBOB. A-nın yerinə yazdım 5x, B-nin yerinə yazdım 3x. Bərabərdir 12-yə. 5 ilə 3-ün EBOB-u 1-ə bərabərdir. Yəni ortaqları 1-dir. Ona görə bir dənə x qaldı burada. X bərabər oldu 12-yə. Məndən B-ni soruşur. Deməli, B 3x idi axı. 3-ü 12-yə vuranda eləyəcək 36. Oldu Y variantı. Sual 22-də. Deyir ki, A və B natural ədədləri üçün, bayaqlar bu sualı izah elədik, o birisini axı da yenə təkrar deyəcəm. Deməli, bura 1-dir, bura 13 olmalıdır. Çünki 1-i 13-ə vuranda 13 eləyəcək də. Onda yazıram ki, A çıxılsın B bərabərdir 1-ə. A üzərinə gəlinsin B bərabərdir 13-ə. Sistem tənliyi həll etsəm, tərəfə 2A bərabərdir 14-ə. A oldu buradan 7. A-nın yerinə 7 qoysam, 7-dən 1 çıxanda 6 qalır. Deməli, B də oldu burada 6. Məndən soruşur nəyi? 2 vurulsun A, yəni 2 vurulsun 7, üzərinə gəl 6. Eləyəcək 20, yəni cavab olacaq C variantı. Sonra sual 23-də. Rənglənmiş hissə nəyi göstərir? Rənglənmiş hissə hər ikisinin ortağı olduğuna görə EBOB-u göstərəcək. Deməli, cavab olacaq onda B variantı. Gəldi 24-də. Nəyi soruşur burada? Bu nə deməkdir? Bax, bu hissə. Bu EBOB demək. Deməli, mən 24 ilə 60-ın EBOB-unu tapmalıyam. 24-ü vuruqlarına ayırsam, 2-yə böldüm, düşdü 12. 2-yə böldüm 6, 2-yə böldüm 3, 3-ü 3-ə böldüm 1. Bir də ayırıram 60-ı vuruqlarına. 60-ı 2-yə böldük 30, 2-yə böldük 15, 3-ə böldük 5, 5-i 5-ə böldük 1. İndi ortaqlar hansılardır burada? Görək. 2 ilə 2, bu 2 ilə bu 2, bu 3 ilə də bu 3 oldu. Bizə nəyi soruşur? Rənglənmiş hissədəki bölənlərin sayını. Burada hansı bölənlər oldu? 2 var, 2 var, bir də 3 var. 3 dənə bölən var burada. Sonra gəldik 25-ci və sonuncu suala. Burada nə deyir? Bir sayda vuruqlara ayrılış verilmişdi. Hansı dedin? Baxıram, say buradadır və yuxarısı say deməkdir. Bu ədədlərdir. 2-dən nə qədərdir? Baxıram, 2 hara gedib çıxır? 4 dənə. Yazıram 2-nin üzərində 4. Vurulsun. Sonra 3-dən nə qədərdir? Əyri getdik. Baxıram ki, 3-dən 2 dənədir. Yazıram 3-ün kvadratı. Vurulsun. Bir də baxıram, 5-dən nə qədərdir? 5-dən də bircə dənədir. Yəni 5 yazıram. 5 üstü 1. 2-nin üstündə 4, 16 eləyəcək. 3-ün kvadratı 9 eləyəcək. 5-in üstü 1 də elə 5 eləyəcək. 16-nı 5-ə vursam 80, bunu da 9-a vursam 720. Deməli, bu ədəd 720 imiş. Cavab olacaq C variantı. Sağ olun, salamat qalın.